Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrafil enbiya ve seyyidil murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Allah'a hamdolsun muhterem kardeşler. Güzel bir meclisti, hayırlı meclisti. Allah subhanahu ve teala kardeşimizin evladını salihlerden etsin. Amin. Allah subhanahu ve teala bütün Müslümanların evladlarını salihlerden etsin. Hakikaten evlad Allah'ın nimetidir. Böyük nimətdir. Bu nimetin insan gerek değerini bilsin. Bu nimeti güzel şekilde değerlendirsin. Elhamdülillah muhterem kardeşler. Allah'a hamd olsun. Allah subhanehu ve teala bizlere hakikaten çok böyük nimetler verip. Bütün nimetler şükürden artır. Ve her bir nimeti mümin değerlendirmelidir. Her bir nimetin qədrini bilmelidir ki o nimet onda davamiyyətli olsun. O nimet onda daimi olsun, sabit kalsın. Çünkü Rabbimiz Kur'an-ı Kerim'de buyurur ki in şekertum le'azidennekum. Eğer şükretseniz nimetimi artırar. Ve elhamdülillah Allah subhanehu ve teala bizlere ibadet etmeyi müveffek edip. Vallahi bu dünyada ondan güzel nimet yoktur. İnsan sağlamdırsa, ibadet edebilirse, əzalarını Allah için istifade edebilirse, vallahi bu böyük nimet. İnsan onu dərk etmir. İnsan o nimetin içinde olanda onu dərk etmir. Ancak bilmeliyik ki bize verilen her bir nimet, her bir əzamız Allah tarafından bizlere nimet. Bazen insan hansısa bir organını itirir, hansısa bir əzasında görürsən xələl gelir ve onda artık nimetin qədrini daha da çok bilir. Ve bazen görürsən insan onun sebebinden ibadet edebilmir, namaz kılabilmir. Ancak bugün cavandır, cavansan ve Allah subhanehu ve teala sana güç kuvvet verip vallahi bunu değerlendirmeliyiz. Çünkü dünya kısadır muhterem kardeşler. Dünya günlerden ibarettir. Müəyyən günlerden ibaret. Ve bu günleri değerli geçirmeliyiz. Necə ki Ömer İbn Xattab radıyallahu anhu buyurur ki el-yevme amelun bila hisab ve gaden hisabun bila amel. Bugün amel var, hesap yoktur. Hiç kim bize hesap soruşmur. Ve sabah ise kıyamet günü hesap var, amel yok. Ne kadar insanlar amel etmeyi isteyecek. Vallahi isteyecek ki amel etsin, hayır amelleri artırsın ve dünyaya qayıtsın. Ve Allah subhanehu ve teala ne diyecek onlara? Kella. Hiç vaxt. İnneha kelimetun huve qailuha. O kelime onu diyene qayıdacak. Ne diyecek insan? Bu dünyanı değerlendirebilmeyen insan, Allah'a layıkınca ibadet edebilmeyen insan diyecek ki Rabbirci'uni. Ey Rabbim beni qaytar. Ne için qaytar? Lealli a'melu salihan fîmâ terakt kella. Fîmâ terakt. Yedim hayır ameller işleyeyim, salih ameller işleyeyim. Ancak bugünkü gün bizlere muhterem kardeşler fürsət verilir. Vallahi her dəqiqəmizi değerli geçirmeliyiz. Her vaktimizi güzel geçirmeliyiz. Çünkü bugün bir insanın, bir evladın dünyaya gelişiyle hamımız sevinirik. Ancak insan bu kapıdan girir, növbəti kapıdan çıxır. İnsan her bir məqamla bir ibrət çıxarmalıdır. Bugünkü gün evlad dünyaya gelirse bilmeliyik ki o taraftan da insanlar dünyadan köçür. Nənə babalarımız gedib, ata-analarımız gedir ve sonra da növbə bizə çatır. Ona göre insan hayatın ve vaxtın, səhhətin, nimetin qədrini bilməlidir. Ne kadar ki peşmançılıq gelmemişten önce. Vallahi kıyamete yakın ve kıyamet günü ölüm anında insanlar peşman olacaklar. Necə ki Rabbimiz Kur'an-ı Kerim'de bir neçə ayet-i kerimede buyurur ki insanlar olacak diyecek ya veylete, kaşki. Düşünün ki bu kaşkinin ne faydası var? O ölüm anındadırsa, o kıyamet günündədirsə, vallahi onun hiçbir faydası yok. Ona göre bugün o gündür ki Allah subhanehu ve teala bizlere fürsət verib ki onu değerlendirək,
gözəl şəkildə ona layiq şəkildə ibadət edək, xeyir əməllərimizi artıraq, günahlardan çəkinək və qiyamət günü üçün acıqə yığaq. Acıqə nədir? Rəbbimiz Quran-ı Kərimdə Bəqərə surəsində buyurur ki, وَتَزَوَّدُ acıqəni artırın. Hər birimiz acıqə yığmalıyıq. Və hər birimizin acıqəyə ehtiyacı var, möhtərəm qardaşlar. Nədir acıqə? Rəbbimiz buyurur ki, وَتَزَوَّدُ فَإِنَّ خَيْرَ الزَّادِ التَّقْوَى Bir ən xeyirli acıqə təqvadır. Allah qorxusudur. Allah Subhanahu wa Ta'ala'dan qorxan insan bütün əməllərinə diqqət edir. Halalına, haramına, yaşamına, bütün həyatına nəzər edir. Ona görə acıqəni artırmalıyıq. Necə ki buyurulur ki, təzəvvəd minət-təqva fə innəkə lə tədri. Təqvanı artır, çünki sən bilmirsən. İzə cənnə leylun həl təişu iləl-fəcri. Bir gecə olanda səhərə çıxacaqsanmı? Ona görə buyurulur ki, insan təqvasını artırmalıdır, acıqəsini artırmalıdır. Düşünün ki, bu dünyada insan nəsə yığmağa çalışır. Hər bir insanın halı nədir? Deyir ki, nəsə yığım. Ancaq vallahi əsl yığacağımız ahirət üçün acıqədir. Çünki səfərimiz uzundur, acıqəmiz azdır. Ona görə acıqəni artırmalıyıq. Çünki qiyamət günü peşman olmamaq üçün acıqəmizi artırmalıyıq. Əməllərimizi artırmalıyıq. Əlindən nə xeyir əməl gəlirsə onu əsirgəmə. Onu artırmağa çalış, onu etməyə çalış. Nə deyir? İttəqun nara vələv bişiqqi təmra. Deyir, hətta xurmanın çərdəyi belə olsa belə Allahdan qorx. Onu sədəqə verməyə bacarırsan, onu da ver. Yəni, o dərəcədə bizlərə tövsiyə olur. Ona görə hər bir xeyri mümin etməyə çalışmalı. Bir daha Allah Subhanahu wa Ta'ala'dan istəyirəm ki, övladlarımızı, bizləri salih qullarından etsin. Allah Subhanahu wa Ta'ala hər birimizi bu gözəl dini üzərində son nəfəsimizə qədər sabit etsin. Sallallahu aleyhi ve sellem ala nebiyyina və habibina Muhammed.